Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Hər birinizi xoş gördük. Dünən qrupda Azərbaycan dilindən sizə təqdim olunan suallara izah verəcəm ki, hər birinizə aydın olsun. Birinci sualımızdan tanış olaq. Birinci sualda qeyd olunur ki, hansı sözün amonimliyi yoxdur? Ümumiyyətlə, amonimlər nəyə deyilir? Yazılışı, deyilişi, vurğusu, başlanğıc forması eyni olan, leksik mənasına görə tamamilə fərqlənən sözlərdir. Yəni, amonimin məna tayları fərqli, həqiqi, leksik mənaya malik olmalıdır. Amonimin məna tayları həm eyni, həm də fərqli nitq hissəsi ola bilər. Amonimin məna taylarında məcazilik özünü göstərmir. Məcazilik şərtli, çox mənalı sözlərdir. Yəni, bir sözün artıq məcazi mənası, törəmə mənası varsa, o çox mənalı söz hesab olunur. Elə sözlər var ki, onlar həm amonim, həm də çox mənalı sözlərdir. Məsələn, boğaz sözü. İnsanın boğazı, bir də coğrafi termin kimi boğaz, bu zaman amonim sözdür. Çünki fərqli, həqiqi, leksik mənaya malikdir. Həmçində boğaz sözünün ilkin mənası ilə yanaşı törəmə mənası da var. Yəni məcazi mənası da var. İnsanın boğazı, çəkmənin boğazı. Bu zaman çox mənalı söz hesab olunur. Gəlin bizə təqdim olunan sözlərin amonimliyini yoxlayaq. Qol sözü. Qol sözünü amonim söz hesab etmək olarmı? Bəli. İnsanın qolu, imza qol, futbolda atılan qol. Bəli, deməli fərqli həqiqi leksik mənaya malikdirsə, qol sözünü biz amonim söz hesab edə bilərik. Qala sözü. Qala, bürc, qüllə, yəni istehkam mənasında, qız qalası anlamında işlədirik. Bir də qalamaq feili kimi götürə bilərik. Bəli, bu zaman əgər başlanğıc forma eynidirsə, deməli biz amonim söz hesab edə bilərik. Bənd sözü. Bənd bir çayın bəndi. Məsələn, ədəbiyyatda bənd, şeirin bəndi. Bənd sözü həmçində bağ, ip mənasında da işlənir. Fərqli həqiqi leksik mənaları varsa, deməli amonim sözdür. Kürək sözü, kürək insanın kürəyi. Bir də bel, alət mənasında da işlədirik. Yəni bel, alət mənasında. Bu zaman deməli amonim söz hesab olunur. Ətək sözü, ətək sözünün fərqli həqiqi leksik mənaları yoxdur. Ətək sözü çox mənalı sözdür. Məsələn, dağın ətəyi, paltarın ətəyi. Hər iki mənada nəyinsə aşağı hissəsi mənasını ifadə edir. Yəni, ayaq hissəsi mənasını ifadə edir. Ətək sözünün ilkin mənası ilə yanaşı, onun törəmə mənası, yəni məcazi mənası var. Ona görə ətək sözü çox mənalı sözdür.